Xoş gəlmisiniz Şahmar Şef bugün bizim Bilgi Peşə Tədris Mərkəzinə. Bizim tələbələr üçün ustad dərsi keçəcəksiniz. Özünüzü də təqdim edin, bizim tələbələrə də hazırlayacağınız yeməkləri təqdim edin. Buyurun. Mən Şahmar Bağırov, 20 ildir bu sahədəyəm. Bir çox restoranlarda baş aşpaz olaraq fəaliyyət göstərmişəm və bu günləri 2 əsas yeməyimiz, 2 salatımız olacaq. Tələbələrə tövsiyələrimiz olacaq bu salatları, yeməkləri. Bir yemək, bir salat sırf şefin özünə məxsusdur, yəni Şahmar Şefə məxsusdur. Həmin yemək haqqında Kənan bəy hazırlayacaq, digər restoran baş aşpazıdır. Salatı özüm hazırlayacağım və qısa xırda soslarımız var ki, özümüzə məxsus olaraq haqqında videoda deməyəcəyik, amma tələbələrin hər birisinə ayrı-ayrılıqda məlumat verəcəyik. Deməli, uşaqlar, salatımızın toyuğun öncədən marinat eləmişik. Toyuğu tavaya əlavə edirik. Birinci növbədə bu aşpazlıq çox incə bir sənətdir. Bu peşəni seçmişsinizsə, sizə tövsiyəm birinci növbədə o ola bilər ki, bir şef duruşu var. Yəni o duruşunuzu həmişə qoruyun, saxlayın. O şef duruşunun altında bir çox şeylər yatır. Misal üçün orada nizam-intizamdır, mətbəx mədəniyyət qaydalarıdır, təmizlikdir. Yəni özünüzdən böyük şeflərlə işləməyi bacarmaqdır. Bu mətbəxdə bunlar sizə nə qədər bunlara riayət edərsinizsə, o qədər də inkişaf edərsiniz, qabağa gedərsiniz. Mən 20 ildir işləyirəm, amma hələ də özümə bilirəm sözün demirəm. Hələ də öyrənirəm və öyrənəcəm də. Bugünkü gün öz ustam var, hər bir kəsin bir ustası olduğu kimi mənim də bir ustam var. Həmin ustamla da həftədə bir dəfə demək olar ki, 2 dəfə mən danışıram, əlaqə saxlayıram. Yəni onun xeyir duasını hər zaman alıram mən. Yəni sizlər də çalışın bu sənətdə sizə kimsə qısaca olsa belə, balaca bir xeyri dəyibsə, əməyi dəyibsə, köməyi dəyibsə, onu heç vaxt unutmayın. Və bu sizi qabağa aparar, inkişafa aparar. Öyrənmək, hər zaman öyrənmək. Mən bilirəm deyib dayanmayın. Çünki bıçaqla bunu doğrayarkən onun içindəki bəzi bakteriyaları görə bilməliyik və qaralma daha çox verər. Onun üçün əllə didirik, bu şəkildə şəffaf qalsın deyə. Şefə məxsus salatı hazırlayırıq. Burada önəm daşıyan sosdur. Sosun dadıdır. Konserva qırmızı lobiya vurdıq və kruzumuzu əlavə edirik. Yüngül salatdır. Bu salatda önəm daşıyan sosdur və sizə salatımızı sosunda və bir də içinə gedən qidalar da önəm daşıyır. Salatımız hazırdır. Ərzaqlar iceberg, çaxı, rəyli bibər, kukuruz, qırmızı lobiya, konserva, çeri pomidor, şefin xüsusi sos. Tərkibində. Belə deyək, special şef salat deyilir. Bizim dildə desək, şefdən xüsusi bir salat. Tövsiyə edirəm, dadına baxasınız, hər biriniz. Dadına baxmasaz, hazırlamaq sizin üçün biraz çətin ola bilər. Çünki o dadı tutmaq lazımdır. Və aktelini, sozun, reseptini hər birinizə verəcəm. Biz bir salat, bir yemək hazırladıq hal-hazırda. Bu da şefə məxsus bir yeməkdir. Yəni görünüşündən bilinir, rənglərindən. Burada da xüsusi sos var. Burada da xüsusi sos istifadə eləmişik. Can ətindən istifadə etmişik burada. Rəyli bibərlər, çeri pomidor, mövsümə uyğun meyvə dəyişir. Heyva ola bilər, alça ola bilər və digər meyvələrdən istifadə edə bilərik. Amma belə deyək də, turşluğa çalan bir meyvə olmalı ki, bizim sosumuzda olan tərkib ki var ki, orada o turşluğu bağlasın. Bugün Bilgi Peşə Tədris Mərkəzində olduq, sizlərlə bir yerdə. Həqiqətən bizim üçün çox xoş oldu ki, gənc aşpazlara bildiyimizi, bacarığımızı
sizlərə ötürməyə hər zaman biz hazırıq. Tək ki sizlər bizdən soruşun, öyrənin. Biz nə biliriksə artıqlaması ilə sizə öyrədəcəyik. Gün yeməklərimizi hazırladıq. Vermək istədiyiniz bir sual varsa verə bilərsiniz, dadına baxa bilərsiniz. Bəli, orada bir-iki sos var ki, biz özümüzə məxsusdur. Onu video şəklində demədik, amma hər birinizə yazılı şəkildə verəcəyik. Problem yoxdur, getdikləriniz yerdə hazırlayarsınız. İşlədiyiniz yerdə yeri hazırlayın, müdirləriniz dadına baxsın və maaşlarınızı qaldırsınlar.